Salam əziz izləyicilər. Bugün mən sizlərlə Reysa Vəliyevin 7-ci sinif Riyazi Məntiq kitabından lisey qəbul sınağı 26-nın izahını paylaşacağım və kitabın sonundan əvvəlinə doğru gəlirəm. Çünki düşünürəm ki, uşaqlar artıq sona yaxınlaşırlar. İnşallah ki, bundan sonra həftədə 3 dəfə bizim kitabımızdan videolar yüklənəcək, eləcə də bütün kanallara, bütün kitablardan videolarımız yüklənəcək. Onu da qeyd etmək istəyirəm ki, bu kitabımızın video izah və PDF izah qrupu sadəcə 10 manatdır və qrupumuza qoşularkən ödənişi bir dəfə ödəyirsiniz və qrupumuza qatılırsınız. Deməli, birinci sualda deyir ki, aşağıdakı bir həzmin əmsalının dərəcəsinin nisbətini tapın. İlk öncə əmsalını tapaq, sonra dərəcəsini tapaq. Deməli, əmsalını tapmaq üçün biz nə edirik? 1,2 mənfidir. Hər birini diqqət edin. Mənfi 1,2'dir. Və 5'in kvadratı da 25'dir. Düzdürmü? 25. Mənfi 1,2'ni də 25'e vuranda neçə eləyəcək bizdə? 1,2'ni 25'e vuranda. 25'i 12'ye vurursunuz. 1,2'ni vururam 25'e. Eləyəcək 30. Yəni mənfi 30. Düzdürmü? Dərəcəni tapmaq üçün 1 yazıram. 1 üstə gələk 2 üstə gələk 1. A-nın üstü 4 üstə gələk 4. B-nin kvadratı üstə gələk 2. C-nin kvadratı üstə gələk 2. 3, 4, 8, 10, 12. Əmsalının dərəcəsinin nisbətini deyirsə 30'un 12'ye nisbəti 30 da mənfidir. Mənfi 30'un müsbət 12'ye nisbəti 4'e 3'e ixtisar edəndə 4, 3'e ixtisar edəndə 10. Bu deyəcək 2,5. Cavabımız eləyəcək C bəndi. Bunu ümid edirəm başa düşdünüz. Başa düşmədiyiniz hansı suallar olsa qruplarımızda baxacaqsınız bunlara. Qrupda olmayanların qarşısına YouTube'dan çıxacaq, baxacaqsınız və yorumlara qeyd edə bilərsiniz. İkinci sualda çoxluq mövzusundadır. İzah edəcəm. A çoxluğuna daxil olan elementlər A dairəsinin daxilindəkilərdir. A-dır, B-dir, K-dır, G-dir və F-dir. Bu A-nın dairəsinə daxil olan elementlərdir. B çoxluğuna daxil olan elementlər G-dir, F-dir, C, D və H-dır. Düzdürmü? C çoxluğunda yazaq. C çoxluğuna daxil olan K-dır, F-dir, H-dır, Y-dir. Mənə deyir ki, aşağıdakı variantların hansı düzgün verilmişdir? A ilə B-nin birləşməsi. A ilə B-nin birləşməsini ilk öncə mən yazsam, birləşməni yazıram A, B, G, K, F və B-də olmayan elementlər G, F var, C, D, H. Qırmızı rəng gözümü ağrıtdı. C, F, K, G, B, A. D, bir də H. Düzdürmü? Bunlar B çoxluğunda birləşmədir. Və C çoxluğundan kəsişməsində də ki, kəsişmə bilirsiniz hər iki çoxluqda olan elementlər. Bu birləşmənin bu C çoxluğundan ortaqları hansıdır? G, K-dır, F-dir, bir də H-dır. K-dır, F-dir, bir də H-dır. F-dir, bir də H. Bunların kəsişməsi K, F, H, C bəndi olacaq. Yazılı formada izahları da qruplarınıza atılacaq. İndi inşallah ki, onlara da baxarsınız. Üçüncü sualda deyir ki, B plus C müsbət 21'dirsə, C minus 9 bu mötərizənin qarşısındakı çıxaq mötərizənin içərisindəkini plus edəcək. Üstə gələk 1. Mən buradan sadələşdirsəm, olacaqmı? C üstə gələk 1 çıxaq 9. Eyni ifadədir. C üstə B gəlir 21 eləyirdirsə, 21'dən 9 çıxanda qalacaq 12 C bəndi. Növbəti 4-cü suala gələk. 4-cü sualda deyir ki, Bəkir fikrində tutduğu ədədi əvvəlcə 7'yə böldü. X bölək 7. Daha sonra əldə etdiyi ədədə 7 əlavə etdi və alınan nəticəni 7'yə vurdu. Alınan nəticəni. Bərabər aldı 77. İndi hissə yazaq. X bölək 7.
Üstə gələk 7. Buna bərabər 77-yi 7-yə böləndə 11. İndi x bölək 7 bərabərdir. 11-dən 7 çıxanda qalacaq 4. X da bərabər 4 vuraq 7, 28. Cavabımız eləyəcək B bəndi 28. Tənliyimizi həll eləyək. Çox çətin bir tənlik deyil. Mötərizənin qarşısındakı vuruğu mötərizəyə vurub açırıq. Eləyəcək 10 çıxaq 1,5'i 5'e vuranda eləyəcək 7,5. Çıxaq yox daha doğrusu. Üstə gələk 7,5 x çıxaq 0,5 x bərabərdir 24'ə. İndi 7,5'dən 0,5 çıxanda qalacaq neçə? 7x üstə gələk 10 bərabərdir 24'ə. 7x bərabərdir 14'ə. X bərabərdir 2'yə. Cevabımız olacaq D bəndi. 6-cı sualda. Bu bərabərsizliyi ödəyən tam ədədlərin hasilini tapın. Baxın, burada A kiçik bərabərdir 3,2. Yəni, mənfiyə də aiddir, müsbətə də aiddir. Mənfi 3-dən müsbət 3'ə qədər ədədlərin içərisində təbii ki 0 var. Və bunların hasilini tap deyirsə, cavabımız elə 0 olur. 0 olan yerdə hasil sadəcə 0'a bərabərdir. 7-ci sual. 7-ci sualda diqqətlə baxın. Eni 5, uzunluğu 1 sm, 8 sm düzbucaqlığın daxilində tərəfləri qalın xətlərlə çəkilmiş ABCD kvadratları verilmişdir. A-nın tərəfi 1 sm-dir, C-nin tərəfini tapın. Bax, ümumilikdə uzunluğu 8-dirsə, bu 1-dirsə, bu isə 7-dir. Düzdürmü? Bu hissə 7-dirsə, kvadratdır da, bu hissə də 5 verir. Məndən nə soruşur? Eni 5-dirsə, bunun eni 4-dür. Düzdürmü? Bura 4. Bura 4. 4. Niyə bilmirəm, bu şəkildə yazılır. Bu formada olur. Silək görək nə yazırıq. 7-dir. Bu nə deyil? Düzəldi deyəsən. Qara rəngi də götürək. Deməli, bu hissə ümumi 7-dirsə. İlahi. Şükür. Deməli, bu hissə 7-dirsə, mən bu hissəyə bax, buradan 1'dir və eni 5'dirsə, bu hissə 4. Bura kvadratdır. 4'sə, burada 4'dür. Ümumi 7'dirsə, bura 4'sə, bura 3'dür. Düzdürmü? Deməli, bu hissə 3'dürsə 3'dür. Sonra nə qaldı? Məndən nəyə soruşur? C'nin tərəfini tapın, elə 3 bəbəndi. Bildirsə hansı qayda ilə tapılır? Miqyasda. Miqyasda deyir ki, miqyası neçədir bu? 0. 2.500.000 olan xəritədə iki şəhər arasındakı məsafə 12 sm olarsa, həqiqətdə bu iki şəhər arasındakı məsafə neçə kilometr olur? İlk öncə 2.500.000'i vururam 12'yə. Bərabər eləyəcək neçə? 25'i 12'yə vuranda neçə eləyir? 25'i 12'ye vuranda 25'i vururum 12'ye. Eləyəcək 300. Bax, bu isə 300 eləyir. 2, 4, 5 tane 0 yazıram. 4, bir tane de 5. İndi ayıraq. 30 milyon. 30 milyon nədir? Santimetrdir. Düzdürmü? 30 milyon santimetrdir. İndi mənə kilometrlə ifadə edir. 1 kilometrimiz 100 metr. 1 kilometrimiz 1000 metrdir. İnsan dərsi çox keçəndə bu şəkildə tormozlamalar yaşaya bilir. 1 kilometrimiz 1000 metrdir. 1000 metrdir. O da bərabərdir 10.000
Düzmü deyirəm. 1000-i 100-ə vuranda neçə edir? 1000-dir. 100-ə vuranda 100 min. Düşünün də mən 7-ci sinif izah edirəm və mənim tormozda yaşadığım hissəyə bax. Kilometr, metrə, metrə, santimetrə çevirmədə mən problem yaşayıram. Deməli, burada 100 minə böləcək. 100 mində də 2, 3, 5 sıfır var. 1, 2, 3, 4, 5 dənə sıfırı silirəm. Olacaq həqiqi məsafə 300 kilometr. Bu şəkildə miqyasımızı tapa bilərik. Yəni çətin bir mövzu deyil. Hər biriniz başa düşə bilərsiniz. Deyir 9 dostun yaşlarının ədədi ortası. X bölünsün 9 bərabərdir. Böyle 9 bərabərdir 20'dirsə. Buradan x-ımızı mən 180 tapıram mı? Bəli, 180 tapacağım. İndi deyir onlardan biri çıxırsa x bölü 8 qalacaq. 8 dostun ədədi ortasıdır. Yaş ortalaması 18'dir. 8 18'ə vuranda 144 eləyəcək. İndi mən də bunu tapmaq üçün 180'dən 144'ü çıxmalıyam ki, görüm o çıxan dostun neçə yaşı var imiş. Ona görə də 180'dən 44 çıxanda da cavabımız eləyəcək 36 D bəndi. Növbəti 10-cu sual. 10-cu sualda deyir ABC müsbət tam ədədlər. Aşağıdakı ifadənin hansı sıfırdan kiçik olar? Müsbət tam ədədlərdirsə A-ya 1 deyirəm, B-yə 2 deyirəm, C-yə 3 deyirəm. İndi burada mən yazsam 1 çıxılsın 2, burada da 2 çıxılsın 3. O eləyəcək -1, -1. Cavabımız eləyəcək müsbət 1. Məndə də sıfırdan kiçik olduğuna görə A bəndi olmayacaq. İndi B bəndini yoxlayayım. B bəndində C minusa C 3 minus 1 bölünsün 2 minus 1 bərabərdir. 2 bölünsün 1 eləcək 2 sıfırdan kiçik deyil. C bəndinə baxaq. C bəndində də B bölünsün C 2 bölünsün 3 çıxaq 1. Düzmü deyirəm? Bu çıxaq 1 olduğuna görə mənfi olacaq və mənfi sıfırdan kiçik olduğuna görə cavabımız olacaq C bəndi. -3 təbir edir. 11-ci sual. 11-ci suala gələn sadələşdirək. 7'ni məxrəcinə bir qoyub çarpaz şəkildə vursaq olacaq ki 7A üstə gələk 7B bərabərdir. 7B bərabərdir A-ya. Mən A-ya bu tərəfə keçirsəm 7B bərabər olacaq mı 6A-ya? Və ardıcı ədədlərinə görə A bərabərdir 7, B bərabərdir 6 olacaq. Və ifadəmizi hesablasaq 6 bölünsün 13'ə. Və burada keçən dəfədə cavabımızı tapa bilməmişdik. Bəlkə də hər hansı bir ifadə özümüz yerinə rəqəmlər qoyaq. Yerinə rəqəmlər qoyaq. A üstə gələk B 7'dirsə deməli mən buna nə yaza bilərəm? Aya 14 yazsam yox. Bölsəm 7 alınmalıdır. 7 alınmalıdırsa 7 plus B'ye 0 deyə bilmərəm. Çünki B böləkdir. 7 21. Yəni bu testi ala bilmədim. Mənim işlədiyim cavabın düzgün çıxmır. Əgər siz bilirsinizsə bunu yorumlara yazın. Baxın buraya yazıram. Yorum. Görsənmir ki yazılmış. Bu şkalar niyə belə bilmirəm. Bu nədən ötürüdür? Renkli yazır, işıqlı yazır. Pis deyil. 12-ci sual bax. Olarsa x-lə böyük tam qiyməti neçədir? X-lə böyük tam qiymətini deyirsəm 15x çıxaq 3 kiçikdir 6'dan. 15x kiçikdir 9'dan. Ən böyük tam qiymətini deyirsə 15 kiçikdir 9'dan. Boş çoxluqdur. Belə bir qiyməti yoxdur. Düzdürmü? Çünki 15'ə nə verirsən?
zaten 9'dan küçük olmayacak. Bu sorunun cevabı sıfır. Bəli, 0 olacaq. Boş çoxluq yox, 0 olacaq. 0 verirsən, bu 7 0 kiçikdir 9'dan. 9'dan. Bu şart ödəyir. İndi nə deyim mənə? Deyir ki, AB 28 santimetr, AB parçası 28 santimetrdir. AB parçası üzerinde götürülmüş C nöqtəsi ABC parçasını 3'ün 4'ə nisbətində 2 yerə bölür. O eləyəcək 7x bərabər 28'ə, x bərabərdir 4'ə. Deməli BC 4x'dir, bu da 3x'dir. Fərqi ən çox neçə olar? Ən çoxu soruşursa biri 12'dir, biri 16'dır. Olacaq burada B bəndi. Növbəti. 14. sualda 156 dereceye beraber olan ABC bucağı BK şuasından 2 yere ayrılır ve bucaqlardan biri x ise diğer onun 20%'ine beraberdir. X üstə gelir 0'dan %20x. Ya böyükdür demir. Beraberdir deyirsə x beraber. 0'dan %20x. 0'dan onda 2x. Bu şəkillər mən bezirdik. 0'dan onda 2x. Ve bunların da cəmi 156'ya bərabərdirsə, eləyəcək 1,2x bərabərdir 156'ya. X bərabərdir 3 derece eləyəcək 156'ya bərabər eləyəndə. Deməli 15'in içində bir dəfə, 36'nın içində 3 dəfə 130. Düzdür mü? Kiçik bucağın dərəcəsi bu 130'dursa 130'u da 0,2'ye vuranda cevabımız eləyəcək 26 A bəndi. 15. sual. ABC ədədləri uyğun olaraq 13, 12, 15 ədədləri düz mütənasib. A bərabərdir sualı. Deməli A hansı ədəd ola bilər? A 8 olsa, A 8 olsa B plus C 20 eləməlidir. Ədədləri düz mütənasibdir. Belə yazaq da 13'də 1 x üstə gəlir 12'də C 15'də 1 çıxaq 13'də 1. Yox, mən bunları yeni dəyişik yazdım. A'nın uyğun olaraq deyir. A B 12'dir. C 15'dir. A'daki 13'də 1'dir. Bərabərdir. 12, 15, 13 ortaq məxrəc. Nə olacaq? Bunların hasili olacaqdır. Düzdür. Yəni bunların hasilini tapaq görək. Nə edir bunların hasili? Deməli 12, 13, 15'in hasili var. 2340. 2340. Düzdür mü? 2340'ı bölürəm 12'ye. Düşəcək sürətdə 195. 28 olsa qiymətin də bax. Deməli 195 üstə gedək 2340'ı bölürəm mən 15'ə 156 çıxaq 2340'ı bölürəm 13'ə 180. Bu 156 eləmişdir. Düzdür. Bir də bölək 2340 bölək 15 156. İndi toplasaq 156'ın üstə 195 gəlirəm 351 çıxıram 180 171 171 bu şəkildə uzun getmir.
Artık beynim yorulduğuna göre misallar da diyesem ben de getmir. Uygun olarak bu ədədlərin düz mütənasibdir. A bərabərdir neçədir? Deməli burada A bərabərdir neçə olacaq? 15-ci sualda A bərabərdir 26 olsa A bərabərdir 26 olsa 26 olsa 28 gələn neçə edir? 4, 54. A plus C, B plus C cəmi 54. Düzdürmü? 7, 27, 54 2 bölünür. Hə. Əslində bunu belə tapa bilərik. Bax. A'nın ədədi nədirsə? A 13'də 1, 12'də 1, 15'də 1 deyilmi? Burada 13'e bölünən ədədləri tapmalıyıq. Bir dənə 26 uyğun gəlir. Çünki uyğun olaraq deyir. Bu A'dır. Bax. Bu B'dir, bu da C'dir. Aydındır. Bu da belə. 16-cı sual. Deyir yuxarıdakı bölmə əməlinə görə A plus B'nin ala biləcəyi ən böyük qiymət neçədir? Ən böyük qiymət deyirsə A bərabərdir B plus 1 vuraq 23 üstə gələk 2B minus 3'ü. Ən böyük qiyməti soruşursan böləndən kiçik böyüyə də 22'dir. Deməli B'nin yerinə, qalığın yerinə 22 qoyuram. Deməli A bərabərdir B plus 1 23 vuraq 23 23'ü 23'e almışam plus 44 çıxaq 3 44'dən də 3 çıxanda 39 üstə gələk 39. İndi mən 22'ni hara getdi bu? 23'ü vururam 23'e üstə gəlirəm 3'ü 532 eləyir, amma elə cavabımız yoxdur. A'nın B'nin alacağı ən böyük qiymət. B'yi necə tapdıq? B'ye dedik 22, düzdürmü? Ən böyük qiymət, alabiləcəyi ən böyük qiymət 20 söylemişik, 24 eyni şeydir. Deməli. Bu da size sonra izah edəcəklərim sırasına gəlsin. Alma heç nə gəlmədi. Bu hissəylə bağlı ala biləcəyi ən böyük qiymət soruşursa B plus 1, 2, B minus 3. Tamam. Yani gruplarınızdan ya yorumlara atayım. 17. sual. 17. sual sadece hesaplamadı. Deməli burada birinci bölürəm. Eləyəcək 2. Mənfi 3'ü müsbət 2 vəndə mənfi 6. Mənfi 6'dan da 2 çıxanda bu mütərizə edəcək mənfi 8. Bölək mənfi 1'dirsə müsbət bu hissə edəcək müsbət 8. 12 çıxaq 8 bərabərdir 4'ə. 18'e şəkildə perimetri 18 cm olan ABCD kvadratının hər iki tərəfindən bərabər tərəfli üç bucaq birləşdirmişdir. Perimetri 18 cm olan deyirsə 18 bölürəm 4'ə bərabər edəcək. 4 tam 4'də 2, 2'də 1, 4 tamında 5 bunun bir tərəfinin uzunluğudur və bərabər tərəfli üç bucaq olduğuna görə 1, 2, 3, 4, 5, 6. 4 tamında 5'i vururam 6'ya. Vururam 6'ya. O deyəcək 27. 19-cu sual. Şəkildə 3 bərabər düzbucaqlı verilmiş. ABD düzbucaqlı perimetri 40 olarsa. Başqa nəsə məlumat verib biraz? Xeyr.
3 bərabər düzbucaqlı verilib və bu düzbucaqlının perimetri cəmi 40-dır. Deməli, eynə mən x deyirəm. Uzunluğu eynə nə qədər olduğunu bilmirəm. Y deyirəm. Olacaq nə? 2x üstə gələ 2y, x üstə gələ y bərabərdir 20-dirsə, aydın baxaq da, yox, aydın yox. 20-dirsə, bunlar 20-dirsə, cavablara, variantlara baxaq. 16, 6, 90, hasil 96-dır. 81-də də 72-də də cəm 20 eləməsini baxıram. Və 72-dən sonra 66 var. Düzbucaqlısının perimetri sahəsi necə? 3 bərabər düzbucaqlı verilir. Deməli. Deməli, bərabərdirsə, 3 dənə ABC düzbucaqlısının perimetri 40-dır. Bunun perimetri 40 x plus y cəmi 20-dir. Düzdürmü? Sahəsini soruşursa,